tədbirimizdə Pəncəlinin 11 il təhsil aldığı sinif yoldaşları iştirak edir. Sinif rəhbəri Mühəbbət müəllim xəstə olduğu üçün iştirak edə bilmir. Allah ona şəfa versin. Sözü sinif yoldaşlarına verək Pəncəli haqqında xatirələrini söyləsinlər. Bütün tədbir iştirakçıları salamlayıram. Hamınızı xoş gördük. Azərbaycanımızın suverenliyini bərpa edərək, 100 illər sonra bərpa edərək siyasetin riyaziyyatını yazan Cənab Prezidentimizin verdiği bu dəyərə görə ilk önce Prezidentimizə şan sağlığı deyirik. Bütün tədbir iştirakçıları bir daha təbrik edirəm. Anamızın əllərinizdən öpürəm. Bütün şəhid ailələri qarşısında baş əyirəm. Bəli, biz 11 oğlan uşağı, 6 qız uşağı bir məktəbdə təhsil almışıq. Həmin bu məktəbdə. Çox qürurluyuq ki, həm də ki, kədərlənirik ki, bizim artıq aramızda belə bir qəhrəman düz ürəyimizdə yaşayır, amma faktiki olarak ki, cismen yanımızda değil. Ve onun kahramanlığı zaten bütün dünyaya yayılmıştı, Türk dünyasına yayılmıştı. Her yerden kahraman Pəncəli diye seslenirdiler. Bir daha burada yakışan tədbir iştirakçılarına, bütün şəhid ailələrine can sağlığı deyirəm, qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin deyirəm. Onlar bizim qəlbimizdədir, daimi yaşayacaqdır. Heç vaxt unudulmayacaqdır. Allah razı olsun bütün tədbir iştirakçılarından. Allah razı olsun. Sağ olun. Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Bəli, Pəncəli Teymuru bilən biz 11 il bir məktəbdə oxumuşuq. O yaxşı dost, yaxşı sinif yoldaşı, yaxşı qardaş idi. Mən bütün şəhidləri rəhmət eləsin Allah. Vahimə ananın əllərindən öpürəm. Elə oğul böyütdüyün üçün.